Sabahınız xeyir olsun. 21 Mart 2026-cı il tarixidir. Şəvval ayının ikinci günüdür. Şəvval ayının ilk həftəsinin ilk şənbə 6-cı günü istirahət günlərindən biridir və həm də hələ də bayram əhval ruhiyyəsi davam edir. Xoş, gözəl bir istirahət günü keçirməyimizi hər birimizə arzu edirəm və 21 Mart günündə kimlər işləri ilə məşğuldur, həm evdə, həm iş yerlərində, həm iş arxasınca gedənlər var. Bayram günü olmağına baxmayaraq və hər birinə can sağlığı, işəvatlığı, bol ruzi, bərəkət arzu edirəm. Bununla yanaşı 21 Martda da yenə bayram günü olmasına və istirahət günü olmasına baxmayaraq elə insanlar var ki, təhsili ilə məşğuldular, həm məktəblər, həm orta ixtisas, həm də ali məktəb tələbələri. Hər birinə can sağlığı, zehn açıqlığı, işəvatlığı arzularım. Qarşılarına qoyduqları məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya dövlətləri üçün, bütün dünya üçün demək, yaxşı bir kadr kimi yetişmələrini arzu edirəm. Bununla yanaşı 21 Mart günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, səbir diləyirəm. 21 Mart günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrinə və qazi ailələrinə salamlarım. Gözəl bir bayram keçirmələrini, bol ruzili, bərəkətli arzu edirəm. Bununla yanaşı 21 Mart günündə kimlər ad gününü, şad gününü qeyd edirlər. Hər birini bu münasibətlə təbrik edirəm. Can sağlığı, xoşbəxtliyi arzularım. 21 Mart günündə də tarixi günlər vardır. 21 Mart 1413-cü ildə 5-ci Henry İngiltərə kralı olduğu gündür. 21 Mart 1590-cı ildə Osmanlı və İran arasında İstanbul müqaviləsi bağlandığı gündür. 21 Mart 1857-ci ildə isə demək ki, Tokyoda baş verən zəlzələ nəticəsində 100 mindən çox insanın ölümünə səbəb olduğu gündür. Bununla yanaşı 21 Mart 1871-ci ildə Otto von Bismarck Almaniya kansleri seçildiyi gündür. 21 Mart 1913-cü ildə Amerika Birləşmiş Ştatlarında Ohio ştatında baş verən daşqın 360 adamın ölməsinə və 20 mindən çox yaşayış evinin dağılmasına səbəb olduğu gündür. 21 Mart 1945-ci ildə isə 2-ci Dünya Müharibəsi Britaniya qoşunları Myanma şəhəri olan Mandalayı azad etdikləri gündür. 21 Mart 1990-cı ildə isə Namibiya 75 illik car idarə etməsindən sonra müstəqillik əldə etdiyi gündür. Qazandığı gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.